Azərbaycan torpağı qədim dövrlərdən qalan abidələrlə zəngindir. Qobustan qaya yazıları, Zərdüştlük dövrünə aid atəşgahlar, erkən orta əsrlə xristian məbədləri, İslam memarlıq mədəniyyəti abidələri, onlardan Alban dövrünə aid xristian məbədlərinin vəziyyəti bugün daha artıq narahatlıq doğurur. Bizim Alban xalqının özünə məxsus kilsəsi vardır. Yəni demək istəyirəm ki, rəhmətlik Ziya Bünyadov, ondan başqa akademik Petruşevski dəfələrlə sübut etmişlər ki, Azərbaycanın ərazisində çoxlu Alban kilsələri vardır. Bu kilsələrin heç birisi ermənilərə məxsus deyildir. Gəncədə iki Alban məbədi dövlət tərəfindən qorunur. Bunların birində Gəncənin kamera orkestri. Təəssüflər olsun ki, bütün abidələr belə qorunmur. Buna sübut Daşkəsən rayonu Bayan kəndinin mərkəzində yerləşən qədim Alban məbədidir. Keçən əsrlərdən yadigar qalan bu tarixi abidənin üstündə ağaclar bitir. Kənd sakinləri tərəfindən kilsə adlanan bu məbədin yaxınlığında qədim Alban qəbirstanlığı da yerləşir. Biz ağsaqqallar elə bir kilsəyə qarı oluq. Uşaq dörd böyrünə hərlənəndə, yaxud da bir dad eləyəndə biz deyirik ki, bu Allahın adına tikilib. Kilisi olsun, meşid olsun, hər bir şey bu Allahın adını çağır. Ancaq bu Albanların kilsəsidir, ona görə də biz bunu qoruyuruq. Qoymuruq ki, heç belə, indi nə deyək, bizdə o qədər qüvvə yoxdur ki, gətirəmir qırasqalıyaq, qayaraq, belə eləyək, filan eləyək, yoxdur bizdə. Ancaq biz qoymuruq ki, bunun bir daşını da tərpəssinlər. Bu ətrafda belə sökülüb uçan abidə yeganə deyil. Dağların qoynunda bu məbədin biri də yerləşir. Baxımsızlıqdan uçan bu abidənin içərisində yayda qızmar günəşin istisindən malqara gizlənir. Onları otaran çobanlar isə onun kümbəsinin altında dincəlib yemək yeyirlər. Bu çərdə qapılar zadı var idi bunun. Onu da elə bir qapılarının zadı yağış yağıdı, elə dağıdırdılar, eləyirdilər ki, mal heyvan zadı içinə dolurdu da. Onun dərdindən elə dağıtdılar ki, yayda mal heyvan dolsun, eləsin və istilənsin və kölgə olsun. Onu da yağış yağdı da uçdu, o qapılar zadı hamısı doldu. Amma onun səviyyəsi hündür idi. Bu cür xaraba qalan abidələrin sayı ölkəmizdə çoxdur. Bəlkə qeydiyyatda belə olmayan bu məbədlər tariximizin dağılmaz hissəsidir. Əgər biz tariximizə hörmət bəsləyiriksə, belə abidələrin hər hansı bir dövrümüzə mənsub olduğuna baxmayaraq, onları qoruyub saxlamalıyıq. Mədinə Niknəcat, Fərux Qafarov, Xəbər Plus.